1932-ci ildə insanlarla gördüyünüz bu quşlar arasında müharibə baş verdiyini desək inanarsınız. Emu quşlarıdır. Avstraliyada yaşayan və uça bilməyən quş növünə aiddirlər. O vaxt ölkənin qərbində emular fermerlərin təsərrüfat sahələrinə ciddi ziyan vurur. Ərzaq və su qıtlığına səbəb olan bu quşlara qarşı Avstraliya hökuməti müharibə elan edir. Bu mənasız müharibə bir həftə davam edir. 50 silahlı dəstələr 2500 emu quşunu öldürür. Müdafiəsi olan quşların az qismini öldürməkdən imtina etdilər. Emular dəvəquşdan sonra məlum olan ən hündür quş növüdür. Meşələrdə yox, daha çox ağacsız mühitlərdə yaşayırlar. Bakı Zooloji Parkında emulara gündəlik xüsusi qulluq edilir. Emular uça bilməyən quşlar qrupuna aiddir. Bunlara ratitlər deyilir. Bunlara misal olaraq dəvəquşlu kimləri misal göstərmək olar. Dünyada ən böyük ikinci quş qrupuna aiddir. Birincilər dəvəquşlardır, ikincisilər emulardır. Boyların uzunluğu 1,5-2 metrəyə qədər çata bilir. Çəkiləri 30-50 kiloqram arasında dəyişə bilir. Qidalanması əsasən hər şey yeyən ornivorlardır. Bunlar bitkilərlə, həşəratlarla, xırda heyvanlarla qidalanırlar. Onları bir-birindən ayırt etmək olduqca çətindir. Hamısının tükləri eyni rəngdədir. Emu quşları saatda 50 km sürətdə qaça bilirlər. Aclığa davamlıdırlar. Bir çox həşərat və bitki ilə qidalanırlar. Emular Bakı Zooloji Parkının ən böyük quşu hesab olunur. Ölkəmiz üçün endemik bir quş növü olmasa da ziyarətçilərin diqqətini cəlb edir. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vururlar. Bakı Heyvanat Parkında emulara gündə 3 dəfə qida verilir. Meyvə, tərəvəz və yaşıl bitkilər. Uçma qabiliyyətləri yoxdur. Səbəb ondan ibarətdir ki, həm çəkilərinin böyük olmağı və həm də quşların uçmaq üçün döş sümüyünün üzərində olan çıxıntının olmaması əlaqədardır və bununla əlaqədar olaraq qənətləri rudiment formasına alıbdır. Qısa bir çıxıntı formasında qalıbdır. Emuların bədən örtükləri 2 qatlı tük örtüyündən ibarətdir. Bunlar həm istini, həm də soyuqdan qorunmaqdan ötürüdür. Emu quşları tez çoxalma qabiliyyətinə malikdirlər. Dişilər orta hesabla 56, gündə 20 yumurta qoya bilirlər. Bəzən emular birləşib sürüdə əmələ gətirirlər. Günlar Elqar qızı, Zaur Həşimov, Telesəhər.